Salam, xoş gördük, hörmətli tamaşaçılar. Bugün Azərbaycan xalqının Milli Qurtuluş günüdür. 1997-ci ilin 15 iyun tarixindən etibarən Milli Qurtuluş günü rəsmi bayram elan edilib və bu bayrama 1998-ci ildən dövlət statusu verilib. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, müstəqilliyin ilk illəri siyasi hakimiyyətin zəifliyi və dövlət təsisatlarının boşluğu ilə müşayiət olunurdu. Həmin illərdə Ermənistanın bizə qarşı elan edilməmiş müharibəsi və siyasi hərzməclik müstəqilliyin özünü böyük bir sual altına qoymuşdu. Həmin illərdə xalqımız Xocalı soyqırımı kimi böyük bir faciəni yaşamış, düşmənlə savaşda məğlubiyyətlərin acısını dadmışdı. 1993-cü ilin əvvəllərindən Respublikamızda fəaliyyət göstərən bəzi silahlı dəstələrin özbaşına hərəkətləri, mərkəzi hakimiyyətə itaətsizlik göstərmələri Azərbaycan daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Müəyyən bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması da bir fakt kimi ortalıqda idi. 1993-cü ilin iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi Azərbaycanı xaosa sürükləmişdi. Şəraiti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti daha da gərginləşdirmiş, qan axıdılmış, Gəncəyə gəlmiş dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclisin sədrinin, sonra isə prezidentin istifasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxdıqca mövcud axıcı müsavat hakimiyyəti çətin reallığı düzgün qiymətləndirməkdə aciz idi. Üsyankar polkovnik Sürət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru geniş miqyas almışdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlmişdi. Bakıya qayıtdıqdan sonra Sürət Hüseynovla danışıqlar aparmaq, hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədi ilə Heydər Əliyev Gəncəyə yollandı. Xalqımızın böyük oğlunun Gəncədə apardığı danışıqlar nəticəsində məsələ öz həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca digər təxirə salınmaz tədbirlər həyata keçirildi. Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm, söyləyən və xalqa arxalanan böyük siyasi xadim Heydər Əliyev qısa müddətdə ölkədə birliyə nail oldu. İyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. İyunun 24-dən isə Milli Məclisin qərarına əsasən prezident səlahiyyətlərinin icrasına başladı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə isə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Əlimi Quran-ı Şərifə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daimi sadiq olacağım və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağım. Təxminən 13 il ərzində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş. Daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş Heydər Əliyev hakimiyyətə yenidən qayıtdı. Xalqın israrlı təkidi ilə. Beləliklə 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin dövrdə əsas siyasi hadisələrin cərəyan etdiyi məkan parlament idi. O vaxt cəmiyyətdə birlik olmadığı kimi Milli Məclisdə də yekdillik yox idi.
Mahiyyətinə varanda parlamentdə siyasi birliyin olması demokratik düşüncəyə ziddir. Fikir birliyi olan yerdə parlament ənənəsi yoxa çıxır. Amma tarixin elə həssas məqamları olur ki, istisnalara ehtiyac yaranır. Dövlət üçün, xalq üçün tale yüklü məqamda milli birliyə nail olmaq isə Heydər Əliyevin məharətinin göstəricisine çevrildi. Çünki Heydər Əliyevin başlıca məqsədi ölkədə ictimai-siyasi sabitliyi təmin etmək, vətəndaş həmrəyliyini gücləndirmək və müstəqil dövlətin əsaslarını möhkəmləndirmək idi. Onun tərəfindən mövcud reallıqların düzgün qiymətləndirilməsi öz nəticəsini verdi. 1993-cü ilin sonuna yaxın Azərbaycan tədricən xaosdan stabilliyə, qeyri-müəyyənlikdən aydın inkişaf strategiyasına, ümidsizlikdən milli inama doğru irəliləməyə başladı. Qurtuluşun nəticələri yalnız siyasi sahə ilə məhdudlaşmadı. Sabitlik bərpa olunduqdan sonra dövlət aparatının möhkəmlənməsi, iqtisadi siyasət, ordu quruculuğu, beynəlxalq münasibətlər və milli maraqların müdafiəsi istiqamətində mühüm addımlar atıldı. Ölkənin informasiya blokadasından çıxarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, beynəlxalq etimadın formalaşdırılması və strateji layihələrin həyata keçirilməsi bu möhkəm siyasi təməlin üzərində mümkün oldu. Milli Qurtuluş Günü və Azərbaycançılıq ideyası yalnız keçmişi xatırlamaq üçün deyil, bu günümüzü dərk etmək və gələcəyimizə məsuliyyətlə yanaşmaq baxımından çox əhəmiyyətlidir. Xalq dərk edir ki, dövlət müstəqilliyi ən qiymətli sərvətdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs müasir Azərbaycanın inkişaf fəlsəfəsinə çevrilib. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin güclənməsinə, beynəlxalq nüfuzunun artmasına, ərazi bütövlüyümüzün bərpasına və qalib dövlət kimi tanınmasına yol açdı. 44 günlük vətən müharibəsində qazanılan tarixi zəfər də güclü dövlətçilik ənənəsinin, ardıcıl siyasətin nəticəsi kimi dəyərləndirilir. Mahiyyətinə varanda 15 iyun həm də dövlətə sahib çıxmağın məsuliyyətinin nümunəsidir. Heydər Əliyevin qayıdışı yalnız siyasi böhranı aradan qaldırılması deyildi, həm də milli ruhun dirçəldilməsi idi. Xalq öz dövlətinə inamını yenidən bərpa etdi, ölkədə qanunçuluğun, idarəçilik məsuliyyətinin reallığını gördü. Məhz buna görə Milli Qurtuluş Günü hər il xalqımızın ictimai-siyasi yaddaşında ehtiram hissi ilə qeyd olunur. Vətən adlı coğrafi çərçivədə ərazilərimizin kiçildiyi, dərdlərimizin isə böyüdüyü bir dövr, müstəqilliyimizin ilk illəri, 1991-93-cü illər müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Nə qədər acı olsa da buna etiraf etmək lazımdır. Belə bir gərgin və böhranlı vəziyyətdə 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC Müsabət hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev kimi lider xilas edə bilər. Bu baxımdan 15 iyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin ağrılı günləri yaşamış, hadisələri gözləyirlə görmüş insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Mahiyyətinə varanda xalqımız özünün əsl müstəqilliyinə və güclü dövlətçiliyinə 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətləri ilə neft müqavilələrinin imzalanması isə respublikamızın iqtisadi təməlini gücləndirdi. İqtisadiyyatın dirçəldilməsi isə digər sahələri də lokomotiv kimi öz ardınca irəli apardı. 20-ci əsrdə ikinci dəfə müstəqilliyinə nail olmuş demokratik Azərbaycan dövlətinin qurulması istiqamətindəki xidmətləri universal idarəçilik təcrübəsinə malik olan Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu təsdiq etdi. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi yazıldı. İkinci Qarabağ müharibəsindən sonra 15 iyunu Azərbaycanın şanlı zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil olduğu da aydındır. Bu, ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədi yaşar olduğunu bir daha sübut etdi.
tam suveren, ərazi bütövlüyü təmin edilmiş, erməni separatizmindən birdəfəlik azad olmuş respublikamızın milli qurtuluşu başqa bir hissdir. Dünyada böyük əks-səda doğuran 2-ci Qarabağ müharibəsi Azərbaycanın öz müqəddəs torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Tarixi zəfərimiz xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. Bugün işğaldan azad olunmuş bütün rayonlarımızda quruculuq prosesi gedir. İşğaldan azad edilmiş ərazilərdə böyük qayıdış günümüzün reallığıdır. Bir zamanlar məcburi köçkün olmuş soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün müasir standartlara uyğun evlər tikilib, infrastruktur yenilənib, məktəb, bağça, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilib. Ərazilərimizdə məşğulluğun təmin edilməsi üçün müxtəlif iqtisadi və sosial layihələr həyata keçirilir. İnsanlarımız dədə-baba torpaqlarında qürurla, alnı açıq, qalib xalqın nümayəndələri kimi yaşayırlar. Bax, əsl müstəqillik, əsl qurtuluş budur. Bu tarixi hadisələrin gedişatına nəzər yetirdikcə düşünürəm ki, biz yaşadığımız zamanı seçə bilmirik. Əksinə, bizi seçmiş zaman çərçivəsində necə yaşamağın yollarını axtarırıq. Ötən əsrin 90-cı illərin əvvəllərində müstəqilliyin yenidən bərpası və qorunub saxlanılması bizə elə də asan başa gəlməyib. Körpənin doğulması qadın üçün necə ağrılı, əziyyətlidirsə, bizim müstəqil dövlətin dünyanın siyasi xəritəsinə yenidən qayıdışı da eynən olmuşdu. Bu çətinlik həm də bizə bir görk idi. Biz azadlığımızın bədəlini tam şəkildə ödəmişdik. Ömrünü xalqımızın tərəqqisinə həsr etmiş Heydər Əliyevin həyat və fəaliyyəti gənc nəsil üçün örnəkdir. Bugünkü Azərbaycanın təməli məhz onun tərəfindən qoyulub. Dövrün reallığı göstərdi ki, bu siyasi kursun alternativi yoxdur. Heydər Əliyevin yolu bugün onun layiqli siyasi varisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən məharətlə davam etdirilir. Xalqımızın ən böyük problemi olan Qarabağ düyününü uğurla açmış Prezident İlham Əliyev ata vəsiyyətinə sadiq qalaraq bugün müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yolla gedən Azərbaycan dayanmadan yüksəlir, nailiyyətlər əldə edir, beynəlxalq aləmdə siyasi uğur qazanır. Azərbaycan xalqının tarixinə müstəqilliyimizin qoruyucusu kimi daxil olmuş Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdi ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz. Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənasıdır. Odur ki, bayramımız mübarək olsun.